Salam, hörmətli kanal izləyicilərimiz, bu gün Nəsimən Masazır qəsəbəsində gözəl 3 mərtəbəyimizdən mən tanışdım. Xatırladım ki, evimiz həm əşyalı, həm əşyasız, həm də kredit yolu ilə satılır evimiz. Evimiz Masazır qəsəbəsi 2 nömrəli məktəbin düz yaxınlığında yerləşir. 1, 2, 3 hamısı manat beton hörmətli kanal izləyicilərimiz. Evimiz ümumiyyətlə 5 otaqdan ibarət 3 mərtəbədir. Sol tərəfindən gördüyüm məsafə saxlanılıb. Kombi sadrosu birinci mərtəbədədir. Kondisionerdir, su sənlərdir, hamısı evimizin sol tərəfində yerləşir. Burada isə evimizin əlavə olaraq torpaq sahəsi var ki, yəni burada bir setka, nəsə pisəsiz qura bilərsiniz. Yəni ağacın üstəyindən asılıdır, yəni ağac ürək mesul torpaq sahəsi saxlanılıb. Evimizin fasad görünüşünü görsədim, bax bir də belə bir gözəl bir fasad görünüşündədir. Evimizin ikinci, üçüncü mərtəbə tam remontludur. İstəyək, yəni xatırlayım, əşyalı, istəyək əşya satılır. Birinci mərtəbə isə bax bu formadadır. Yəni emosiyalanıb, bax bu formadadır. İstəyək, yəni buranın ev düzəldə bilərsiniz, 2 ailə yararlıdır. Buradan aynə bəndini qoyulub burada və burada sanitar qoşulana kimi mövcuddur və kombi sistemimiz burada sol tərəfdədir. Bu gördüyünüz manatdır, yerdə manatdır, hörmətli kanal izləyicilərimiz. Burada sağ tərəfdə birinci mərtəbəyə aid olan sanitar qoşağıdır. Burada kombi otağımızdır burada. Yəni burada düzdür əlavə əşyalar var ki, bunlar elə şeylər var ki, tullanacaq, elə şeylər var ki, saxlanılacaq. Yəni satıcı öz əşyalarını götürəcək buradan. Amma yuxarıdakı əşyalarımız hamısı çox səliqəlidir, onu da xatırladım sizə. Pəncərələr gördüyüm hamısı reşotqayla təsis olunub. Hazır evdir, evdə, torpaq tam mülkiyyət sənəddə mülkiyyətdir, hörmətli kanal izləyicilərimiz. İndi isə mən sizə ikinci mərtəbəsindən tanış edim. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Həqiqətən çox sərfəli bir qiymət evimiz satışa çıxıb. İlerleyen dəqiqələrdə mən sizə tanış edəcəm. Evimiz bir daha xatırlam yaşayışlı evdir. Yəni gördüyünüz əşyalar evimizin içində qalır. Evimizdə demək olar ki 90% evimizin əşyaları evimizin içində qalacaq. 3-cü mərtəbəyə qalxan pilləkənimiz, birinci mərtəbədə qonaq otağımız, mətbəximiz, sanitar qoşağıdır. Və xatırlam yeri istipolla təsis olunub. Çox gözəl evdir. Burada sol tərəfdə evimizin qonaq otağıdır. Və qonaq otağından gördüm bax beləsinə jaluzi açıblar ki, yəni istəyə görə bağlı saxlaya bilər, istəyə görə kuxna studi deyə bilərsiniz. Yəni 2 dənə qapı var burada mövcuddur. Buraya isə evimizin qonaq otağıdır. Bu gördüyünüz əşyalar da hamısı qala bilər. Hörmətli kanal izləyicilərimiz evimizin içində. Pəncərəsi birbaşa öz həyətinə baxır, onu da görsədim sizə. Burada isə mətbəximiz burada baş tərəfdədir. Bir daxiləm istəyə görə mətbəxə qonaq otağına keçmək olar və birbaşa buradan koridordan da keçmək olur. Bax, buradan da əlavə olaraq mətbəxin qapısı istəyə görə bağlaya bilərsiniz və yaxud da ki, buradan da birbaşa kuxnadan, məsəl üçün, birbaşa qonaq otağına keçə bilərsiniz. Bu gördüyünüz mətbəx mebeli də evimizin içində qalacaq, hörmətli kanal bir yeri istipolla təsis olunur. Və burada birinci mərtəbə aid olan sanitar qoşağıdır. Onu da göstərdim sizə. Və yeri istipolla təsis olunub. 3-cü mərtəbəsində isə 1, 2, 3, 4 dənə otaq burada mövcuddur, yataq otaqlardır. Sağda evimizin belə xudmanı bir yataq otağı burada mövcuddur, hörmətli kanal izləyicilərimiz. Pəncərəsinin qarşını keçən bir mane yoxdur. Məktəblə məsafədə demək olar ki, 100 metr məsafədir, yol asfaltdır. Bura isə ikinci mərtəbədə yerləşən ikinci yataq otağıdır. Bu gördüyünüz əşyalar da qala bilər evimizin içində. Evimiz, xatırladım, əşyalı 97 min manata, əşyasız isə evimizin qiyməti isə 92 min manata satışa çıxıb. Və istəyə görə kreditlə də əldə edə bilərsiniz. Kreditlə sözsüz ki, qiymətində bir balaca fərqlənir. Hörmətli kanal izləyicilərimiz. Balkonla çıxışıdır. Bax, görə bilərsiniz. Həyətlərin sayəsində rastına 3-4 dənə maşın daxil olur. İlk gün 50-60 min manatda verib bu evimizi əldə edə bilərsiniz. Hörmətli kanal izləyicilərimiz. Onu da xatırladım sizə. Nəqd şəkildə isə evimizin qiyməti əşyası 92 min manata. Əşyanı isə 97 min manata satışa çıxıb. Sözsüz ki, real alıcılarına gəldi, endirim olunacaq hörmətli kanal izləyicilərimiz. İnşallah ev olmayan insanlara Allah Taala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz.